İyi vaxtlar əziz seyircilərimiz. Xotaba Muhadara Türkmaniye'den sizlere selam ve saygılar sunarım. Bir gün konumuzda mənəəmizi üstə etmək. Mənəə insanda çox mühümdür. Mənəəsi üstə olan insanın bir xəstəlik cisminə girə bilməz. Mənəəmizi hardan üstə gedərik? Birinci nöqtə yeməklərdən. Yeməklərin tabii çox təsiri var. İkinci nöqtə Efendimiz Aleyhissalatu vesselam hadisləri, aqvallarını tətbiq edərsək. Bir də dediyimiz halda bəzi yemək var insana zərərlidir ki, yəndə o yeməği mənəəsin əndirir. İndi ilk önce Allah'ın Efendimiz Aleyhissalatu vesselam hadisləri var Efendimizin. Buyurur bizimsi ərtə yatmaq, ərtə qalxmaq və qaranlıqda da yatmaq. Hatta Kur'an-ı Kerim'de zikr olunubdur və cəalnə leyli subat və naharu ma'aşir. Və bunu gərək insan gərək ərtə yatsın. Qalxmağı da ha zamandır, səbbah azanı ha zamandır o vaxt qalxmağı. Yəni 11'dən yatsın azana kadar bu 4-5 saat içinde yatmağın təsiri çoxdur. İnsanın cismində hormonu səadə var. O hormon özünü tanzim eder. Bax, gecə hormonatlar ayrıdır insanın cismində tanzim olur. Gündüz hormon da ayrıdır insanda tanzim olur. Və bunlar çox insan var baxdır gecə saat 3-4 yatırır. Yəni gecəni yatmır. Gecə hormonatlar özündə tanzim olmadı, təxəlxül oldu. 4-5 baxdır səbbah 5 başını çaldı yatır saat 12 qalxır. Gündüz hormonu da özündə təxəlxül oldu. Bu hormonal cismində necə bədəni bir qarabayyət insana o bir qarabayyət qoy belə deyəğin cisimdə xarbat oldu. Bu insanda aynən belə olur. Nə olur bunda? Mənəəsi ənər. Bir də mobilə tərkiz etmək, o televizyona, o bir şeyə tərkiz etmək. Bax, indi mobil çoxu var. Saatlərcə oturur, mobilə baxır. Saatlərcə ən qələt bir şeydir. İnsanın zəkirəsini alır, insanın mənəəsini əndirir və insanı çox təhlükəyə atar. Çünki bir nöqtə var burada çox önəmlidir. Nənələrə, babalara nəsihətimiz mobil uşaq əlinə verəndə yarım saat uyğundur, 3 sərək uyğundur. Baxsın, qadı yox bir şeyə baxır, məsələn bir mövzu axtarır, oxumaq olur. Bəs ki, saatlərcə PUBG oyunlarına baxır, bir şeylərə baxır, saatlərcə. Uşaqda nə olur? Göz zəifliği olur. Yox, uşaqda böyükdə də olur. Və indi bizim asırda çox uşaq var, ömrü 14-15 yaşında başlayıb özündə göz zəifliği. Hələ uşaqdır, gözü zəif oldu. Nədən? Mobildən. Nədən? Yatmamaqdan. Bax, 50 il, 60 il ənsəyə getsək. 60 il ənsəyə getsək, əvvəl ələm şam edərdi. Şamdan sonra yatsı namazı qılınırdı, bitərdi. Ələm çıxardı, məsələn, yaz günləri dama çıxardı, damda yatardı, qaranlıqda. Səbbah qalxardı, cismin naşat, cismində bir işqalət yox. O vaxtda da xəstəlik heç yox idi. Bax, bundan 60 il əvvəl xəstəlik hanı var idi? Kim deyərdi? Şəkərim var, avzaqtım var. Nadir insan xəstə olurdu, boğaz iltihabı, belə basit xəstəliklər olur. Bəs indi xəstəliklərimiz bini geçibdir. Türlü xəstəliklər var, həbsi mənəə özündən. Mənəəmizi üstə getmək, gərək yuxumuzu tanzim edəğin. Gərək yuxu tanzim etmək çox mühümdür və gərək də şirin yeməkdən özümüzü uzaq edəğin. Çox yaxın olmayaq şirinliğə. Şirinlik də insanda mənəəndir. Və buna rəğmən də gərək gündə 4 bardaq yuxudan qalxdı. 4 bardak ilik su iç. Havlə belə 1 saat o 45 dəqiqə sonra yeməği ye. Bunu davam edərsə o cisimdə mənə üstə olur. Bir də riyaza, yerimək, təbii onun dövrü çoxdur. İnsan bunları yaparsa çox istifadə görər. Bir də qazlı şərbətə özümüzü yaxın etməyəğin. O da aynən əndir, mənə əndir. Qazlı şərbət, məşrubat qaziyyadır. Əy şərbətdə qaz var, mənə əndir. Əy şərbət, subuq, boyaq var içində, asmaq var içində, o da aynən mənə əndirir. Çünki bu birisi dediyimiz qazlı şərbətlər insanın kəbədinə vurar. İçində bir maddələr var, cisim əhtəraq etməz özünü. Dolanı insanın cismində gəlir kəbətə yığışı. Kəbətə yığışanda duhun ütüləti edər. Duhun ütüləti olanda, duhun ütüləti səndə türlü işqalətlər edər. Zaxt qaldırır, işqalət, təxəlxüllü və daifil kəbət səndə bozulur. Fəsəndə nə edər? Mənə aynən ənər. Bir də dediyimiz halda tərkizimiz bir şey olmasın, yeməğimiz də nəbati olsun. Təbii çox insan var, baxarsan yeməği nəbatidir. Yəni hayvani et yeməz, hayvandan çıxan şey yeməz. Nəbatidir. Zalatadır məsələn, yumurtalığı, yediği yemək yəni hayvani deyil ki, onun ömrü hər vaxt uzun olur, mənəəsi də hər vaxt çox olur. Bir də mənəə üstə etmək üçün hücama. Efendimiz Aleyhissalatu vesselam buyurub, hücamaya təkid edir bizimki. Hücama yapmaq çox önəmlidir. İldə bir dəfə hücama yaparsa, indi çox insan var, baxdı, 3 ayda bir hücama edər. Bir şey yoxdur, bəs hücama edər.
Ona baxsa o sıhhatinə hər vaxt mənəəsi düşək, xəstəlikdən uzaqdır, cisimdə bir işgalət yoxdur. Bir də horuc olmaq. Ramazanda heç, o bizdə fərzdir. Amma qalan günlərdə Peyğəmbərdən 50 gün horuc olan insanın hər vaxt bax sorsa o özündən xəstəliyi yoxdur. O insanda cisimdə bir nəşat olur, cisimdə bir mənə olur, xəstəlik cisiminə girə bilməz. Xəstəlik cisiminə girə bilməz. Bax biz korona vaxtı onca məqayyət olmuşduq özümüzə. Korona vaxtı məqayyət olmuşduq, hətta xəstəlik cisimimizə girməsin. İndi də etibar edək koronadır, vaxtıdır. Yenə məqayyət olaq özümüzə. Məqayyətliyimiz necədir? Məsələn, hər vaxt olsa bu daha uyğundur. Alma sirkəsi təxfif edəsən, məsələn, yarım bardaq suya, o bir bardaq suya 3 aş qaşıq alma sirkəsi qoyasan, bunu qarışdırasan. Məsələn, uşaq getdi məktəbə, dönəndə buna bir qurtum ver, qarqara etsin, açsın özünü. O adam getdi işinə, işdən döndü, bir mənə evə gələndə rəsəni bunu ver özünə, qarqara etsin, açsın. Çünki insan hara getsə, məsələn, bir nəfəs aldı, bir kalabalığa girdi, bir təkdən sələşiri xəstədir, onun nəfəsi ağzına girdi. Boğazda təqribən 6-7 saat o mikrobat qalır. 6-7 saatdan sonra intişar edər, ənər mədəyə. Və sən o qarqara edəndə, o alma sirkəsi ilə qarqara edəndə, boğazı təqim olur, boğazında bakteriya qalmaz. Qalmadığı halda səndə mənə şişdir və cisimə qeyri bir şey girə bilməz. Bir də bax, Əfəndimiz Əleyhissalatu vesselam yasak edib bizim sızaq aş yəndə aşa ifirmək. Elmiyyən taban. Məsələn, çoxu var insan aş özünə qoyuldu sızaqdır. Yəni ağzına qoya bilmir o aş sızalığından. Nə edər? Qaşıqdan, qaşığı qaldırır, qaşığa ifirir. Ən qələtdir bu. Bu mənə az edər. Nədən az edər? Çünki ifirəndə ağzından faydalı bakteriya çıxır, o sızaq şeyə gəlir, aşa gəlir. Sızaq aşa gələndə zərərli bakteriya olur. Yən də o özünü, səndə bakteriya, faydalı bakteriya ağzıda ölür. Öləndə səndə mənə qalır. Mənə də bunlardan da olur. Mənə, yəni, düşək olmaq insanda çox önəmlidir. Mənəəni nə yeməklər yeyək ki, mənəimiz olsun düşək? Quru üzüm. Quru üzüm mənəəni düşək edər. Zibib dediyimiz, edə bilsə o gündə bir 10 həbbə, 10 dənə var, məsələn, quru üzüm var, toxumsuzdur. 10 dənə iri dənə olsun, 15 dənə qoyasan bir xallataya, bir bardaq su ilə var, bunu qarışdırasan, onu qatı bir şerbət. Bunu gündə bir dəfə, 2 dəfə içsəv, həm mənə düşək olur, həm tanşid kəbəd olur səndə, həm kəbədi o pəklər, həm də qan hədid səndə fazla edər, mənə cismi o qanuvu da pəklər. Bu bir. İkinci, alsaq portakal. Bir portakalın dövrü çoxdur. Portakal, indi bir portakal yemək axşamlar. Bir portakal yemək, bir portakalı pəkilə, ye özünü. Çox var, baxdı vurar, portakalı asaraya vurar. Suyunu çıxardı, içər. O səndə yarı faydasını atasan. Amma edə bilsə o portakalı pəkilə toxumunu çıxar, portakalı kamilətən xallataya qoy, yo asaraya, xallataya qoy. Bir yarım bardaqda su qoy özünü, biraz imşaq olsun. Şərbət olur, təbii bir şərbət. İçən də o özünü, cismə böyük bir mənə verir. Eyni vaxtda qırmızı biber. Qırmızı biber də insan alırsa özünü, davamlı mənə verir özünə. İspanaq alırsa onu, ispanaq da mənə verir özünə. Çoxu var deyir, ispanağı necə yiyeyim? Necə tamam. İspanağı 2 qanat, 3 qanat ispanaq, 4 qanat ispanağı xurdala aynən qoy xallataya. Bir bardaq su qoy özündən, işləd özünü, bu oğlu qatlı bir şərbət, iç özünü 2 vaxt. İspanağın da dövrü çoxdur. Bir də badam yemək. Badam yemək insanda aynən mənə üstə gedər. Kətdən toxumu var atalarımızda. Gündə bir kub qaşığı, səbəh bir kub qaşığı axşam yersə, o mənə üstə olur. Dediyimiz halda zəncəfil. Zəncəfil də aynən insanın qəlbini quvvat edər, insanın qanını pəklər. O mənə əslində çox edər. Aynı vaxtda sarı kök almağı gündə bir dəfə, 2 dəfə. Yəni bir çay qaşığı silə deyəğin, məsəh. Bir bardaq suya qoyasan özünü, qarışdırırsan, içərsən yeməkdən sonra səbəh bir dəfə, axşam bir dəfə. Bunu alırsa həm qanı pəklər, həm mənə çox olur. Bir də dediyimiz halda yeməyimizə çox müqəyyət olmalı. Ən önəmli burada yeməyimizə müqəyyət olmaq. Bax, burada Əfəndimiz aynı bizim buyurur, Əfəndimiz Əleyhissalatu vesselam, yemək yendəqdiri, gərək çox yeməyəğin. Yemək deyəndə az olsaq yemək yarıq. Bunun üzərində hədis var, buyurub Əfəndimiz, Nəhnu qavm la nakul hatta nucuh və izə əkalna la nişbəh. Biz bir qavmıq, az olsaq yemək yarıq, yemək deyəsək tox yemərıq. Yeməği yəndə doldurma mədəvi. Mədəvi böl 4 yerə, bir yeri su, bir yeri hava, bir yeri yemək, bir yeri boş qalsın. Hətta o yemək yediği, o yemək səndə işğalet etməsin,
İstirahət mədəvdə və qəlbə təsir etməsin, nəfəsə təsir etməsin. Amma yeməyi dolduranda o mədə yoxdur, macal yoxdur. Mədə özünü tanzim etsin. Nə olur səndə? Mədə qolon edər. Qolon olursa səndə işğalatı bozulur, mədə işğalatı bozulur, səndə mənə az olur. Və mənəmizə məxəyyət olsaq, xəstəlıq cismimizə girməz. Hər vaxt evdə olsun, alma sirkəsi təxfif edərik. Gündə bir dəfə kim çıxır yazıya, dön evə, bir qurtum asın ağzına, iyi qarqara etsin, açsın özünü, bu boğazında pəklənir. Onu ilə də səbəh qalxanda bir aş qaşığı, bir bardaq suya qoyaq içağın, axşam da aynən bir aş qaşığı, bir bardaq suya qoyaq, alma sirkəsini içə, bəs təbii alma sirkəsi. Alma sirkəsini içəndə qanımızı hamilədən qaidəyə döndərəndə cismdə mənə üstəgə olur, cismə xəstəlik girə bilməz. Və bu konuları yaparsak inşallah mənəmiz üstəgə olur və inşallah xəstəlikdən də uzaq oluruz. Tabii son olarak tüm hastalarımıza acil şifa ve sağlara güzel sıhhat ve sizlere güzel sıhhat diyerek Efendimizin üzü hürmeti hatırı için ve bu konuları yaparsak inşallah bir hastalık içimizde kalmaz ve inşallah da her vakit sıhhatimiz iyi olur. Kalın sağ olun.